Səbirsizliyin dərmanı nədir? Ümumiyyətlə, bütün rəzil sifətlərlə mübarizə və yaxud da o gözəl sifətləri, səbir sifətini, fəzilətli sifətləri kəsb eləmək əsasən iki dənə üslub yəni bəyan olunur. Biri əxlaqi üslubdur, biri irfani üslubdur. Hər ikisindən gərək insan istifadə eləsin. Əxlaqi üslub budur ki, necə ki bu əxlaq kitablarında qeyd olunubdur. Yəni insan tərbiyə olma qabiliyyəti var. İnsan belə bir varlıqdır ki, bir adam səbirsizdir, qəzəb ona hakimdir. Hər vaxt qəzəb qabağa gələndə, yəni buna qarşı qərarlıdır da ki, mən qəzəblənməyəcəm, öncədən niyyətlidir. Hər vaxt bu qəzəb qabağa gələndə biraz özünü sıxır, biraz çətindir ona, düzdür. Amma nəfsi üstə ayaq qoyur. Növbəti dəfə o çətinliyi yaşamayacaq. Yəni tədrici olaraq, tədricən, yavaş-yavaş, 3-cü dəfədə, 4-cü dəfədə artıq görəcək ki, heç o hadisələr yenə baş verir, qabaqki onu əsəbləndirən məsələlər baş verir, amma əsəbləşmir, səbirlidir. İnsan tərbiyə olma qabiliyyəti var insanda. Bəli, innəl həsənət yuzhibnə seyyiət. O İnsanın vücudunda da bu cürdür. O yaxşılıqlar pislikləri yuyub aradan aparır. Yetər ki, insan iradə eləsin. Bu əxlaqi üslubdur. Hər bir rəzil sifəti, məsələn, yersiz qəzəb sifətini fəzilətli sifətlə, özünü səbrə vadar etməklə aradan aparır. Bir müddətdən sonra mütləq nəticəsini görəcək. Muraqibət eləməklə. Amma bir də var irfani yol. İrfani yol o həmən bu mübarək Ramazan ayı bizi irfani yola dəvət edir. Allahla üns. Allahla üns səhər vaxtlarında. Əbu Həmzə Sumali oxuyasan, səhər duasını oxuyasan, gecə namazı qılasan. O Allahla ünsün şirinliyi insandan bütün rəzil sifətləri elə bil 1000 ildə getdiyin yolu bir gecədə adama mümkün tapara. Hob yoludur, o eşq yoludur. Peyğəmbərimiz də İslam dinində gəlib bizi hob yoluna vəllezina amanu əşəddu hubben lillah. Onlar ki, iman gətiriblər, Allaha məhəbbətdə şiddətlidirlər. Məhəbbətdə şiddətli, yəni eşq. O Allaha aşiq olan insan da, o Allah istəyir bəndəsini səbur görsün, səbirli görsün, o səburdur. Harda qəzəbli görmək istəyir, qəzəblidir. Düşmənləri müqabilində qəzəbli. Diqqət etsiniz. Bu irfani yol mütləq ondan istifadə eləmək lazım. İnşallah.